Dəyərli izləyicilərimiz, mən sizi başa düşürəm. Ev almaqdan əlavə, gəl evin içində doldurasan, əşyalar alasan, filan. Evin işi uzun olur. Hörmətli izləyicilərimiz, sizin işinizi asanlaşdıran, deməli, Masazır qəsəbəsində Masazır Cümə məscidinin yaxınlığında evdə nə görürsünüz, ağzına qədər doldu dəyərli izləyicilər. Nə görürsünüz, hamısı qalır ev yiyəsinin şəxsi əşyalarından başqa. Gəlin sizi proyektlə tanış edeyim. Deməli, elə bir qiymətə satışa çıxıb ki, bugünkü gün bu qiymətə qorxmayın, nə qardaş, kamerada da qaçır ərəb tərəfə. Deməli, bax, bu evimizin xudmani həyətidir. Deməli, paltar asmaq üçün yeri, orada pütmünütkası, qapının ağzına qədər asfaltdır. Masazır qəsəbəsi, Masazır Cümə məscidinin yaxınlığında. Üstü paket krişadır. Hardasa 10 ilin evidir, hörmətli izləyicilər. Bax, girişdən sağda hamamsanızdır. Çox şirin evdir, dəyərli izləyicilərimiz. Deməli, qazı, suyu, işıq hamısı qaydasındadır. Kanalizasiya mərkəzləşdirilmiş kanalizasiya sistemidir. Ev sahibi köç səbəbindən evi satır. Heç bir problem yoxdur. Nə görürsüz qalır dəyərli izləyicilər. Baxın, qoşadaşdır, raşotkalar vurulub, kombi xəttləri qaydasındadır. Baxın, belə mətbəxi. Deməli, burada evimizin qonaq otağı dəyərli izləyicilərimiz. Bütün əşyalarla birlikdə pəncərələrin hamısının qarşısı açıqdır. İnternet nə qədər qaydasındadır. Baxın, qoşadaşdır. Hətta kondensanerinə qədər qalır. Deyəcəyim qiymətə bu qədər şeyi özünüz alsaz, yığsaz, ev tiksəz, nə bilim, neynəsə sığışdıra bilməzsiniz. Bu burada bir dənə qəşəng yataq otağı. Eyni qaydada burada da pəncərələrin qarşısı açıqdır. Qiymət neçə olsa yaxşı, dəyərli izləyicilər. 35.500 manata belə bir ev, əşyalı tapmaq mümkün deyil. Deməli, alqı-satqımız notarial qaydada aparılacaq. Sənəd bələdiyyənin eskiz layihəsidir. Sayğaclar addan ada keçəcək. Bütün sayğaclar da tam qaydasındadır. Notarial qaydada olacaq. 400 manat xərci var. Allahın köməyi ilə onu da indi razılaşarsınız aranızda. Sağ olun, salamat qalın.